24 oktyabr 2024-cü ildə Moskvada Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin ofisində Sazın Sözün Sehrində Respublika Aşıqlar Birliyinin üzvü, Türk dünyasının saz söz ustadı, Aşıq qızı, Aşıq Ədalət Nəsibov adına Musiqi Tədris Mərkəzinin direktoru, Aşıq Bəri Məclisinin üzvü və bədii rəhbəri Sevil Ədalət Xıdırova və müğənni Təranə Gedibəyli ilə yadda qalan gözəl bir görüş keçirildi. Bu günləri həqiqətən çox gözəl bir proqram təşkil etmişlər. Azərbaycanımızın, necə deyim, musiqisini, mədəniyyətini qərib ölkədə, Rusiya kimi böyük bir yerdə yaşatmaq böyük bir hünər istəyir. Bəxtiyar müəllimə dərin təşəkkürümü bildirirəm və Sevil xanım, mən sizə dərin təşəkkürümü bildirirəm ki, məni bu proqrama dəvət etdiniz və gözəl xanımlarla tanış oldum. Leyla xanım başda olmaqla və sair digərləri. Təşəkkür edirəm. Görüşdə Milli Mədəni Muxtariyyətinin rəhbərliyi, Moskva Qadınlar Birliyinin üzvləri və digər hörmətli qonaqlar iştirak etdilər. Məclisi giriş sözü ilə Moskva üzrə Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin nəzdindəki Moskva Qadınlar Birliyinin rəhbəri Leyla xanım Fərəcova açaraq hər kəsi salamladı. Məclis iştirakçılarını və dəyərli qonaqları təqdim edərək sözü bugünkü görüşün baş tutmasında xüsusi rolu olan və öz köməyini heç bir zaman əsirgəməyən Milli Mədəni Muxtariyyətinin rəhbəri Bəxtiyar Həsənov verdi. Qonaqları salamlayaraq Bəxtiyar Həsənov Aşıq Ələsgərdən, el sənətindən, Azərbaycanlı xanımlara hörmət və ehtiramdan danışdı. Xüsusilə də Azərbaycandan gələn qonaqlarımıza Aşıq Sevilə və Təranə Gedibəyliyə təşəkkürünü bildirdi. Axşamınız xeyir olsun, hörmətli xanımlarımız. Mən şəxsən hər birinizi salamlayıram, xoş gəldin deyirəm və çox şadam ki, Moskva kimi böyük bir megapolisdə bax belə vətənpərvər Azərbaycan xanımları bir araya gəliblər, yığışıblar. Bunun özü çox sevindirici bir haldır. Biz Azərbaycanlıların məğrurluğumuz özümüzə qayıtdı və biz indi alnı açıq, gözü ağ, hər yerdə utanmadan, çəkinmədən, istəməyənlərin qarşısında belə biz deyirik ki, biz Azərbaycanlıyıq. Çünki biz qüdrətli bir xalqıq. Bizim kimi xalqın, qüdrətli xalqın qüdrətli oğulları olub, nümayəndələri olub ki, hansı ki biz bugünkü gündə fəxrlə onların adını çəkirik. Bax, görürsünüzmü? Dədə Ələsgərin adını deyirik, Aşıq Ələsgərin adını deyirik. Onun hər kəlməsi vətən sevgisi ilə yoğrulmuşdur, bilirsiniz mi? Bugünkü gündə də o insana dəyər verilir. Niyə? Çünki o əsl Azərbaycançılığın bir nümunəsidir. Azərbaycan oğlunun, övladının bir nümayəndəsidir. Ona görə də mən bütün xanımlarımıza eşq olsun deyirəm, hamısına. Hər birini salamlayıram. Mən dostlarla məsləhətləşdim, dedim, bax biz bugün belə bizim bir məclisimiz olacaq, Aşıq xanım qonaqlarımız olacaq, Moskva Azərbaycan Xanımları Birliyi dəvət edib, onları bir yerə biz görüş keçirəcəyik. Onlar çox sevindilər və dedilər ki, Bəxtiyar müəllim, əgər siz səy göstərib daha geniş bir formatda belə məclis təşkil etsəniz, əlbəttə ki, bu daha təqdirə layiq olar, üstün olar. Və ona görə də mən də düşünürəm ki, gələcək üçün inşallah bu bir başlanğıcdır. Yəni mən çox təşəkkür edirəm Leyla xanımla və bizim bütün aktiv xanımlarımıza, hansı ki bizlə çiyin-çiyinə çalışırlar. Yenə dediyim kimi, Moskva kimi böyük bir şəhərdə milli mədəni muxtariyyətimizi inkişaf elətdirməkdə bizlərlə çiyin-çiyinə çalışırlar. Və mən Leyla xanıma təşəkkür edirəm ki, bu inisiativa ondan irəli gəlib və mənə xahiş etdim, Leyla xanım qurbandır. Yəni, o hislərə qurbandır. Həmçinin də mən özüm də bütün poeziya həvəskarıyam, yəni aşıq sənətinin həvəskarıyam və bundan irəli gəlir ki, bu hisslər gələ insanın içindən gəlir. Həmçinin bir şey qeyd etmək istəyirəm ki, yəni Azərbaycan Respublikasında həm dövlət başçısı, həm Azərbaycan hökuməti əlbəttə ki, bu sənətə
qiymət verir. Özünüz bildiyiniz kimi müxtəlif məclislər fəaliyyət göstərir, Aşıqlar Birliyi fəaliyyət göstərir və bu yaxınlarda yəni Dədə Ələsgərin, Aşıq Ələsgərin Bakıda heykəlinin qoyulması bir daha sübut etdi ki, yəni Azərbaycan hakimiyyəti başda prezidentimiz olmaqla bu sənətə dəyər və qiymət verir. Leyla Fərəcova Moskva Qadınlar Birliyinin fəaliyyət proqramı haqqında öz fikir və düşüncələrini tədbir iştirakçılarının diqqətinə çatdırdı. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığını UNESCO-nun qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edildiyindən milli sərvətimiz olan qədim el saz sənətindən danışdı və sözü elimizdən, obamızdan gələn və özü ilə bərabər o telli sazın sehrini də gətirən Aşıq Sevil Ədalət Xıdırova və xalq mahnılarının ifaçısı Təranə Qədibəyliyə verdi. Başımdan sevda quşları, xəyalım gəzəcək dağı daşları. Mən bu gün xüsusi təşəkkürümü bildirmək istəyirəm Azərbaycandan bizə qonaq gəlmiş böyük türk dünyasının saz-söz ustası Sevil xanım Xıdırovaya və müğənni Təranə xanım Qədibəyliyə. Onlar bizi Azərbaycanın saz-söz dünyasına apardılar, telli sazın sehrinə apardılar. Mən bugün bizə bu şəraiti yaradan Azərbaycanların Milli Mədəni Muxtariyyətinin rəhbəri Bəxtiyar Həsənova dərin təşəkkürümü bildirirəm. El qızı Sevil xanım Moskvada Azərbaycanlı xanımların Kəlağayıda onların görüşlərinə gəldiklərindən dərin minnətdarlıq hisslərini bildirib, saz-söz sənətindən danışdı. Aşıq mahnılarını və şeirlərini söyləyərək məclis üzvlərinin ruhunu doğma diyarımıza apardı. Utsala başımdan sevda quşları, xəyalım gəzəcək dağı daşları, axsa da gözümdən hicran yaşları, qürbət dəsmalı ilə silməyəcəm mən. Elin özləmidir mənim özləmim, eldən ayrı düşərsəm el olar qəmim, qəbrimi qürbətdə qazmayın mənim, üstümdə bitməsin. Mən öz adımdan, sənət dostları adından burada keçirilən tədbirdən çox məmnun oldum və bugün burada bizim sazımızın, sözümüzün elə bir ilk başlanğıcı oldu. İnşallah öz çıxışında da qeyd etdi ki, Bəxtiyar müəllim ki, gələcəkdə bundan da yüksək səviyyədə proqramlarımız davam edəcəkdir. Mən öz adımdan şəxsən Bəxtiyar Həsənova öz təşəkkürümü bildirirəm, Leyla xanım öz təşəkkürümü bildirirəm, gözəl bu kollektivə öz təşəkkürümü bildirirəm. Və buradan Azərbaycana çox məmnun gedirəm. Çox sağ olun. Həmçinin müğənni Təranə xanım belə tədbirlərin çox olmasını və bu görüşdən məmnunluğunu bildirdi. Görüşdə Milli Mədəni Muxtariyyətinin sədr müavini Həşim Əliyev, ədəbi qiraətçi, aparıcı Müsait Məhərrəmov və Moskva Qadınlar Birliyinin dəyərli ziyalı xanımları Nəzakət İbrahimova, Gülnur Alışova, İradə Məmmədova, Səidə Rəhimli, Afaq Məhərrəmova, Şəhla Bayramova, Ülviyə Əzizova, Xeyransa Yusufzadə, Venera Şükürova, Gündüzar Kərimzadə, Səba Nəsibova, Mətanət İmamverdiyeva və başqaları iştirak edərək bu görüşdən razı qaldıqlarını bildirib, mahnılar və şeirlər söylədilər. Həmçinin məclis sözləri sazın, sözün sehrinə düşdüklərini, uzun müddət yaddaşlardan silinməyəcəyini bildirdilər. Yaranan, yaşadan sən gözəl ana, qocalma, qocalma, qocalma ana. Əvəzsiz yaratmışsan ulu tanrın cahanı, dənizlərin, göllərin, yamacların gözəldir. Gəzirəm qarış-qarış, seyr edirəm doyunca, gövdəsi qalınca da ağacların gözəldir. Çələrin ənbər Boşalaşdı bizim yolumuz, daim yanar olsun eşq çırağımız. Bəs hamı tanrıdan sevgi payımız,
Mən mi tələsdim, sən mi gecikdin? Gözüm dikmişəm bağçamda gülləri görürlər yine deyirlər. Kucağına qurban olum. Ana, sənə qurban olum. Güneş kimi şəfəqinlə gecə gündüz təmənnasız qəlbimizə işıq salam. Gözlərinə, baxışına qurban olum. Ana, sənə qurban olum. Mən bir aşıqam ki, bu çaldığım səs dumanlı dağlara səs salacaqdır. Anlattığım dildə inləyən avaz elin xatirində çox qalacaqdır. Sizin də indi bura gəldiyiniz ümidvaram ki, bizim xatirimiz... Azərbaycandan gələn aşıq sənətinin bilicilərindən Sevil xanım Xıdırova və Təranə xanım Qədəbəyli bizi bugün sözün həqiqi mənasında feyziyab elədilər. Azərbaycan incəsənəti və mədəniyyətinin nə qədər yüksək səviyyədə olmağını biz bugün Sevil xanımın və Təranə xanımın simasında gördük. Və onların bura gəlişi təsadüfi deyildi. Ona görə ki, bizim diasporanın rəhbəri Bəxtiyar müəllim onları xüsusi dəvət eləmişdi və həqiqətən bu görüşdən hamımız çox məmnun olduq. Eləcə də bizim burada olan cəmiyyətimizin ziyalı qadınları Leyla xanımın rəhbərliyi ilə şeir söylədilər, mahnılar oxudular və bugünkü belə gözəl tədbirə görə bütün rəhbərliyə, Leyla xanıma, Bəxtiyar müəllimə, Həşim müəllimə minnətdarlığımızı bildiririk. Çox arzu edirik ki, belə tədbirlər tez-tez olsun. Başlarlı dağların zirvəsi məskənimdir. Dağlardakı vüqar da, əzəmət də mənimdir. Dağ deyirsən də ancaq vardır qartal yuqarı. Hamı bilir ki, qartal yaratmıyor dağları. Ay özündən müştəbi, dağ olmasaydı əgər, qartala ilhamı, əzəməti yuqarı verərdimi təpələr? Zirvələri fəth etmək qartalın uğurudur. Bugün Moskva şəhərində yerləşən mədəni muxtariyyətdə ədəbi bədii gecə keçirildi. Təşəkkürüm bildirirəm muxtariyyətin rəhbərliyinə. Çünki Azərbaycandan da bir neçə şairə xanımlarımız, aşıq xanımlarımız bugün bizim qonağımız oldular. Biz milli dəyərlərimizi doğrudan da qoruyub saxlayan xalqıq və Azərbaycan milli dəyərlərini nəinki Azərbaycanda və eyni zamanda xarici dövlətlərdə də təbliğ eləməyi bacarırıq. Azərbaycan milli folklorunu, Azərbaycan milli ədəbiyyatını, sazını, sözünü yaşadan bizim nəinki bəylərimiz, nəinki eyni zamanda aşıq xanımlarımız da var. Onlara çox sağ ol deyirik, təşəkkürümüzü bildirik. Mən bir aşıqəm ki, bu çaldığım saz dumanlı dağlara səs salacaqdır. Anlattığım dildə inləyən avaz elin xatirində çox qalacaqdır. Əhməd Cavad.